Bir anlıq təsəvvür et ki, sən müəllimlərin işə qəbulu imtahanından uğur qazanmısan və artıq bağçada müəllim kimi fəaliyyətə başlamısan. Uşaqlarla oyun oynayırsan, rəsm çəkirsən, söhbət edirsən. Amma sual budur. İlin sonunda bu uşaqlar nəyi bacarmalıdır? Cavab, məzmun standartlarında göstərilən bacarıqları. Bəs məzmun standartı nədir? Sadə dillə desək, dövlət bizə deyir ki, bu yaşda olan uşaq bunları bilməli və bacarmalıdır. Müəllim kimi sən də bu hədəflərə görə öz məşğələni, dərslərini planlayırsan. 3 yaşlı uşaq öz adını sərbəst şəkildə deməyi bacarmalıdır. 5 yaşlı uşaq isə ona qədər saymağı bacarmalıdır. Bütün bu bacarıqlar yaşa görə alt standartlara bölünüb. Standart bərabərdir, nəyi öyrətməliyik? Fəaliyyət bərabərdir, uşaq bunu bacarıq olaraq necə nümayiş etdirəcək? Məsələn, oyuncaqlardan ev düzəltmək fəaliyyəti təkcə əyləncə deyil. Bu proses məntiq, psixomotor, emosional, sosial bacarıqları birlikdə inkişaf etdirir. Və ən önəmlisi nəticə yönümlülük. İl başlayanda hədəf bəllidir. Addım-addım ona doğru gedirik. Bu yanaşma müəllimi daha peşəkar, uşağın inkişafını isə daha sistemli edir. Məzmun standartları sadəcə sənəd deyil, sənin gündəlik işinə dəstəkdir. Əgər bu məlumat faydalı oldusa, rəylərdə yaz və PDF materialı almaq üçün standart sözünü qeyd et.